Vüsal düz gedəcək bu yolu. Tələbəm Vüsal bəylə şəhər daxili axşam dərsindəyik. Biraz artıraq. Mesela yol ayrıcı biraz genişdir, biraz uzundur. Çalışmalısan ki, həmin yol ayrıcında biraz tez keçsin, cəld keçsin. Sol dönmüşün yanında, keçmiş olsa. Görürsən qabaqdakı maşın sağa dönmüşün yanında, sürətini azaldacaq, sürüşür. Və sən onun arxasında qalmaq məcburiyyətində qalacaqsın. İmkan varsa sozluğa baxımda keçməlisən, gecikməlisən. Gecikmə. Əlacı. Maşallah özün sürsən, mən müdaxiləmirəm. 50-109 istiqamətindədir. Və ya sənlə bu küçədən döndük. Bu səbəb buradan dönməyəcək. Növbəti küçədən dönəcək sağa doğru oldu. Sağa dönmüşün yanında, keç biz var sağa. Əhsən, baxdın, keçdin. İşıq buradan sağa doğru dönəcək. Çətininiz yoxdur? Əhsən sizə. Zəmin dərsimiz bizim 7-ci dərsimizdə artıq səninlə şəhər daxili artıq rahat sərbəst sürürsən və maşallah həyəcandır, təşvişdir, heç bir yoxdur səndə. Əlacaq. İndi bax, işıqforun yaşıl ışığı yanında biz sağa doğru dönəcəyik. Gördün mü Asaqal kimi qırmızı ışıqdan keçdi, piyadaların qırmızı ışıq yanmışdı, o an keçdi. Bizə yaşıl ışıq yanında, bax o hərəkət hissəsində piyadalara da yaşıl ışıq yanacaq. Əgər biz sağa dönərkən orada dayanmış piyada varsa, biz onlara yol verərək dönməliyik. Oldu? Amma bax bu hissədən gələnlərə, bu hərəkət hissəsindən gələnlərə hal-hazırda piyadalar üçün yaşıl ışıq yanır. İndi bunlara qırmızı yanacaq və eyni zamanda o an bizə yaşıl ışıq yanacaq. O piyadalar üçün də yaşıl ışıq yanacaq. Diqqətli olaq, bax, gəl. Piyadanı gözləməliyik. O moped sürür əlinə qətən qardaş da gözlə, o keçsin. Əhsən ana, bu qaydanı bilən insandır. Bu xanım da gözlə, o gəlsin, keçsin, heç olmasın. Yavaş-yavaş gedin. Git, artıq keçib, get. Arxında maşınlar var, onlara maniç eləməyək. Biraz qazdan istifadə elə. Bax, Allah ruhsuz versin, görsən, zəhmət çəkir, fast-food daşır, yemək daşır da, az-az sürətindən. Mən gün ərzində yollarda çox olduğum üçün çox şahid oluram. Piyada keçidlərindən bir çox velosipedçilər, mopedçilər, motosikl sürənlər və ya da skuter sürənlər piyada keçidin üzərindən sürərək keçirlər. Bu olmaz. Qanun buna izin vermir. Bax, əgər piyada keçiddən keçmək istəyirsə, ümumiyyətlə, bax, bu bayaq bax, bu qardaş necə düşdü? Bax, düşüb əlinlə aparmalıdır. Əlinlə aparırsa, piyada qismində aparır. İndi davam edirik. Uğurlar olsun.